Şəxsi istifadə üçün 5 sot torpaq sahəsində inşa olunmuş 5 otaqdan ibarət belə bir gözəl həyət evi təqdim edirəm sizlərə. Evimizin çox gözəl, geniş həyət hissəsi var. Həyətində müxtəlif növ meyvə ağacları. Bir sözlə, geniş bir həyətli evdir. Masazırda Masazır dairəsinin tam yaxınlığında Bakı-Sumqayıt yolu ilə evin arasında məsafə cəmi 50 metrdir. Görürsünüz, hündür quru bir ərazidir. Bir daha qeyd edirəm, 5 sot torpaq sahəsində tikilib 5 otaqdan ibarətdir. Çox gözəl təmiri var. Tam təmirlidir. Həyətinə baxırıq bir daha. Belə bir gözəl həyət hissəsi var. Və Bakı-Sumqayıt yolunda özünüz görürsünüz. Yerləşmə yeri çox əla bir yerdir. İndi isə mən sizə evin daxilini təqdim edəcəm. Daxilini təqdim etməzdən əvvəl mən sizə evin kənarlarını da göstərim. Hər bir tərəfindən evin kənarlarına giriş mümkündür. Tam olaraq dövr etmək mümkündür. Evin arxasında da məsafə var. Kənarlarında da məsafə var. Gördüyümüz şəkildə. Bu isə evimizin əsas giriş qapısıdır. Giriş qapıdan daxil olduq. Belə bir geniş foyesi var evimizin. Onu da qeyd edim ki, evimiz tam əşyalı şəkildə satılır. Birinci mərtəbəyə daxil olduq. Sağdan belə bir qonaq otağımızdır. Geniş, işıqlı. Masazırda Masazır dairəsi yaxınlığında. Xırdalana da yaxındır. Yəni Masazır dairəsinin tam yaxınlığında Bakı-Sumqayıt yolunun kənarında yerləşir. Vitraj pəncərədir, birbaşa həyətə baxır. İrəlilədikdə ikinci mərtəbəyə qalxan pilləkəndir. Biraz irəliləsək, burada mətbəxdir. Düzdür, evə görə mətbəx çox kiçikdir. Amma istəyə görə digər dəyişikliklər eləyib artırmalar etmək mümkündür. Sanuzeldir. Hamam otağıdır, daha doğrusu sanuzel bu hissədə yerləşir. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə də 4 dənə yataq otağımız var. Burada da kladovkası var. İkinci mərtəbəyə qalxırıq. Mərtəbə arası monolit betondur. 4 bir tərəf cüt daş. Yəni şəxsi tikili evdir. Dəyərli izləyicilərim. Geniş bir foyer, hətta buranı da otaq kimi istifadə etmək mümkündür. Birinci yataq otağımızdır. Bu hissədə ikinci yataq otağımızdır. Hər bir otağın pəncərəsinin qarşısı açıqdır. Hətta orta divarlarda görürsünüz 40 santıdır. Digər yataq otağı və dördüncü yataq otağımız. Özünə geniş şəxsi tikili ev axtaranlar buyurub əlaqə saxlaya bilərlər. Yerləşmə yeri də çox ideal bir ərazidir. Ətraflı məlumat üçün kanalımıza abunə olub bizi izləyə bilərsiniz.